Hə, köhnələr. Ekrana yaxın oturun və diqqətlə qulaq asın. Yaxşı bir məlumat deyəcəm sizə. Yəni ola bilər ki, bəziləriniz üçün önəmli olsun. Bu yaxınlarda hələ gezişirdim. Qabağıma bir dənə köhnələrdən olan bir dostum çıxdı. Halbuki onun yəni bitfasonundan o qədər də xoşum gəlmədi. Yəni görünür ki, insan nədənsə əziyyət çəkir. Söhbətləşdik oradan buradan məlum oldu ki, bunda bağırsaq onkologiyası var. Yəni bağırsaq xərçəngi. Artıq əməliyyat eləyib, düzdür əməliyyat hardasa uğurlu olub, amma metastaz verib, yəni müalicəsi davam edir. Şükür Allaha indiki an üçün xeyli düzəlib. Yəni sonra bir də görüşdüm, maşallah hər şey yaxşılığa doğru gedir. Yəni sizin də dualarınız, necə deyərlər, əsirgəmin öz dualarınızı. Sözüm bunda yox. Biraz elə danışdıq oradan buradan. Mənə deyir ki, sən bilirsən, deyir. Sən demə, məsələn, bax, İsrail dövlətində hər neçə ildən bir, yəni hamıya tövsiyə olunur ki, o kolonoskopiya prosesini eləsin. Yəni kolonoskopiya elə bir prosesdir, hardakı girib içərdən baxırlar ki, bağırsaqda nə var, nə yox. Çünki bağırsaqda müəyyən bir poliplar ola bilər. O poliplar da əgər onları vaxtında götürməsələr, yəni onları da sonra əkməyə verirlər, baxırlar ki, onun içəridəki tərkibi nədir, təhlükəlidir yoxsa təhlükəli deyil. Bu da götürüb nəticədə yəni pis xəstəliyə çıxartır. O da ki, dövlətə onların axı sığortası güclüdür, baha-başa gəlir. Ona görə öz elə bil ki, vətəndaşlarını demək olar ki, məcbur edir ki, hər bir neçə ildən bir o prosesi o ərəfədə keçsin ki, yəni o ərəfədə o polipləri müalicə eləmək asan olur. Neysə, bunu da nəzərə almaq lazımdır ki, mənim atam da elə ondan rəhmətə gedib, o zəhrimardan, özü ki, birbaşa o bağırsaq, yəni ki, onkologiyasından mənə artıq dərəcədə tövsiyə etdi ki, get bir özümü yoxlatdır. Mən də üz tutdum Şəfa klinikasına, orada bir dəhşət bir dənə bir gastroenteroloq var, bax belə, yəni həm köhnələrdəndir, həm çox savadlıdır, həm çox qabiliyyətlidir, həm də ki peşəkardır da. Yəni baxırsınız, insan demək olar ki, o yeriyən bir akademiyadır. O qədər ki, bu adamın biliyi var. Adı da Arzu xanımdır. Arzu Hüseynova, səhv eləmirəmsə. Bir də orada bir dənə də həkim var, Kəmalə xanım. Kəmalə o konkret olaraq ona baxır da, yəni o kolonoskopiya prosesinə. Bir də onun köməkçisi Mehri xanım. Bax onun soyadını mən üzr istəyirəm, bilmirəm. Amma üçü də bunlar çox belə yüksək səviyyədə bir mütəxəssislərdir də. Yəni mən getdim bax həmən klinikaya, başa düşürəm indi xərcidir, amma ki deyirlər əvvəldən neysə tutasan, biləsən ki, sonra bu xərc qalsın bir qırağa. Özünüz bilirsiniz ki, zəhrimar xəstəlik olanda əvvəlcən insanın bütün varını, dövlətini alır, əlindən lüt qoyur adamı, sonra da ki canını alır. Yəni mən bunu elədim. Ona görə mən sizə də hamınıza çox belə, necə deyərlər, tövsiyə edirəm ki, yəni bu ərəfədə nəzərə alsaq ki, hələ bizim qidamız da heç fərqli qida deyil, yəni aldığımız nəfəs də fərqli nəfəs deyil. Qoymayın ki, nəsə bərkişsin, mürəkkəbləşsin. Yəni əgər sizin heç yoxdursa probleminiz, məsələn, heç xəbəriniz yoxdur, nə var, nə yox, amma gedin bir dənə o kolonoskopiyanı eləyin, bəlkə yəni indi onu eləsəz, sonra sizdə müəyyən problemlər yaranmayacaq. Vallahi mən yəni bunu özünüz başa düşürsünüz də, mən buradan nə xeyir güdürəm, nə bir şey, məndə kommersiya, yəni fəaliyyətim, blogerlığım yoxdur. Sadəcə olaraq müəyyən bir auditoriyam var. Çalışıram ki, məndən cəmiyyətə bir neysə bir xeyir deyilsin də, mən ölüb gedəndən sonra heç olmasa bu videolar qalsın. Qalsın, cəmaət də baxsın, neylənsə, yəni ki, sonra da onlar paylaşsınlar, əgər bir neysə nəticə çıxartanda. Üzümü tuturam bir də bütün o kollektiva, yəni başda Arzu xanım olmaqla, Kəmalə xanım, Mehri xanım, bir də Sərfinaz xanım, orada çox bir gözəl bir insan adam, bir bizim qərbi Azərbaycanlımız xanım var, tibb başçısıdır, hansı ki, yəni ki, bunlar mənə bu əməliyyatı elədilər. Çox sağ olsunlar, şükür Allaha bir şey çıxmadı. Mən mütəmadi olaraq, yəni ki, bunu davam etməyi fikrindəyəm. Bu qədər qəlbdən qəlbə.